Salam, xoş gəlmişik bəy. Necəsiz, yaxşısınız? Bəy, bir dənə tumar paylaşılıbdı. Tumar Fəalan Milli Mədəni Azərbaycan Cünubi در مخالفت با مجازات edam və dərxwast ləğv hökmü edam Ehsan Fəridi bu ünvanda və hesab imza toplanılıbdı. Bunun təsiri olacaq, təsiri nə mənə ola bilər? Yəni nəticəsi nəzir olur, olmur, nəzir olur. Bunun sonra dalısını nəzir tutmaq olur. Bu imzalar hara verilir? Bunlara görə lütf eləsəz bir artıq tozih buyursaz, çox məmnun olarım. Yaşayasınız, var olasınız. Çox sağ olasınız, təşəkkür edirəm məsələyə odaqlandığınız üçün, önəm verdiyiniz üçün. Bu çox önəmli bir məsələdir. İnsan haqları və özəlliklə edam məsələsi. Hər şeydən əvvəl gərək biz bilək ki, bu insan haqları və onun içində çox həssas olan edam məsələsinin Azərbaycan milli hərəkətinə, millətçiliyinə bağlantısı, ilişkisi nədir? Düzdür ki, biz millətçiyik, Azərbaycan millətinin öz gələcəyini bəhrələmək üçün, öz sərnişini təyin eləmək üçün mübarizə aparırıq və milli hakimiyyət qurmaq üçün. Ancaq bunun yanında Azərbaycan milli hərəkəti çağdaş bir hərəkətdir, modern bir hərəkətdir. Əslində Azərbaycan milli hərəkəti lap başlanışdan, yəni 1918-ci illərdən Azərbaycan nasionalizminin yarandığı illərdən elə çağdaş hərəkət olmuşdur və Azərbaycan millətçiliyində çağdaşlıq, müasirlik, modernizm əsas ilkələrdən sayılır. Bu modernizm, bu çağdaşlıq get-gedə gəlişmişdir və dünyanın gəlib çatdığı çox ilərləmiş insancıl fikirlərdə özündə mənimsəmişdir, içselləşdirmişdir. Onlardan biri də İkinci Dünya Savaşından sonra dünyanın bir araya gəldiyi, razılaşdığı insan haqlarıdır. Azərbaycan milli hərəkəti çağdaş bir hərəkət olduğu üçün insan haqlarına da inanır. Yəni bütün dünya üçün, bütün insanlar üçün dinindən, əqidəsindən, cinsiyyətindən, milliyyətindən asılı olmayaraq bu haqlar tanınıbdır. Və o haqların ən təməl haqlarından biri, maddələrindən biri 3-cü maddədə, yəni insan haqlarının 3-cü maddəsində qeyd olduğu kimi yaşam haqqıdır. Bu ən təməl haqqdır. Ona görə ki, bu haqq olmasa, yəni insan yaşamasa, diri qalmasa, qalan haqların heç biri onun üçün anlamı olmayacaqdır. Və biz milli hərəkət olaraq insan haqlarının tərəfdarıyıq və bu insan haqlarını həm bu günümüz üçün, həm gələcəyimiz üçün gərəklidir. Bu gün üçün ona görə gərəklidir ki, bu gün əgər burada insan haqları gerçəkdən gözlənilsə, riayət olsa, bizim üçün, insanların fəaliyyəti üçün meydan açıq olar və təbii olaraq biz indikindən daha yaxşı yaşaya bilərik və daha yaxşı da fəaliyyət edə bilərik. Əqidə azadlığı olsa, inanc azadlığı olsa, sonra insanların siyasi fəaliyyətinə şərait yaransa, maneçilik olmasa, şikəncə olmasa, zindan olmasa, ölüm olmasa, təbii ki, bir çox insanlar meydanda olacaqlar və meydanda olduqları üçün tez də nəticə ala biləcək. Gələcək üçün də lazımdır. Ona görə ki, gələcəkdə istəsək biz demokratik bir ölkə yaradaq. Onun üçün lazımdır ki, insan haqqına sayğı ilə yanaşaq. Bütün insan haqqına sayğı ilə yanaşmasaq, insanlara haqq qail olmasaq, onların bərabərliyinə, azadlıqlarına, həyat haqqına, fərdi və ictimai haqqına inanmasaq, sayğı göstərməsək, kəsin olaraq gələcəkdə demokratik bir məmləkət qura bilməyəcək. Onun üçün, yəni başlıca olaraq deməliyəm ki, insan haqları çox-çox önəmlidir və insan haqlarına inancdan doğan bu edam məsələsi və dünyada edamın yasaqlığı, məmnuniyyəti də bizim üçün önəmlidir. Bugün dünyada bu tumarda da qeyd olduğu kimi dünya ölkələrinin 2/3-dən çoxu
edam hökmünü kökündə yığışdırıblar. Yəni bütün cürmlər üçün edam hökmünü ləğv ediblər. Bu ölkələrin içində bütün türk ölkələri də vardı. Özbəkistan, Qazaxıstan, Qırğızistan, Azərbaycan, Türkiyə, Avropa ölkələri, Latin Amerikası və bir çox gəlişmiş ölkələr edam hökmünü kökündən yığışdırıblar. Qaldı ki, siyasi çalışmaq üçün edam isə daha çox cinayət sayılır, bağışlanmazdır, insan haqqına uymayan bir mücazatdır. Onun üçün də biz edam hökmünə qarşıyıq. Yəni siyasi fəaliyyət üçün nə qədər müxalif olsan da, o zamandan ki bir mücrimana iş görməyibsən, yəni sırf əqidəvi mətrəh edibsən, təzahürat edibsən, partiya yaratıbsan, seçkidə qatılıbsan, bunlar üçün gərək heç bir mücazat olmuyor. Hətta sıradan tutuqlanmaq belə olmuyor, zindan belə olmuyor, şikəncə olmuyor. Qaldı ki, mücazatın lap son zirvəsi sayılan və ən acı insanlığa yaraşmayan mücazat olan edam mücazatı. Biz onun üçün bu məsələ ilə %100 müxalifik, edam məsələsi ilə hər kəsə olsun. Bizim müxaliflərimizə belə, hətta düşmənlərimizə belə bu hökmün verilməsinə qarşıyıq. Yəni, insan haqqına birinin inanması o zaman bəlli olar ki, müxaliflərinə bu haqqı tanıyır, düşmənlərinə bu haqqı tanıyır. Yoxsa öz dostlarına görə, öz fikirdaşlarına görə bu hökm verilərsə, etiraz etdiyi zaman sabit edə bilməz ki, mən insan haqqına inanıram. Mən örnək olaraq deyə bilərəm ki, biz Tehran zindanında olduğumuz zaman orada səltənət tərəflərə görə əncüməni padişahı deyirdilər. Onlara görə biz, yəni onların haqqının ayaqlanmasına görə biz etiraz eləmişik, etisab eləmişik hətta. Yəni onlar ki, bizə heç haqq qail deyirlər. Eyni halda ki, biz onlarla fikri cəhətdən tamamilə qarşıyıq və öz haqqımızın üstündə %100 dirənərik. Ancaq onların da insan haqqına inanmışıq və buna əməldə gərək inancımızı sabit eləyək, keçmişdə sabit eləmişik və bu gələcəkdə də olmalıdır. Yəni bunları dedikdə demək istəyirəm ki, insan haqqının önəmi bu qədərdir. Azərbaycan Milli Hərəkətinə də birbaşa bağlantısı vardı və onun üçün də biz hər halda bu edam məsələsinə qarşıyıq. İhsan Fəridiyə gəldikdə, İhsan Fəridin biz əqidəsinin, inancın bu tumarda müdafiə eləmirik. Əslində heç mən bilmirəm onun əqidəsi nədir, inancı nədir, gerçəkdən bir yerə bağlıdır, bağlı deyil. Təbii eşitdiyimizə qədər bunların hamısını o rədd edir. Amma onun əqidəsi nə olsa da, inancı nə olsa da, o zamancan ki, mücrimana bir iş görməyibdir və birinin qanını tökməyibdir, bir yeri uçutmayıbdır, yəni xuşunətli bir iş görməyibdir və camiənin əmniyyətini, gerçək olaraq camiənin əmniyyətini pozmayıbdır. Təbii olaraq bu azad olmalıdır bizim baxışımızda. Təkcə dünyada o zaman ki bir nəfər siyasi fəaliyyət eləyə və o fəaliyyətin içində mücrimana iş görməyə azaddır. Təkcə o zaman ki siyasi əqidə daşıyaraq mücrimana bir iş görə, yəni cinayət işi görə, o zamandır ki, o cinayətinə görə tutuqlanar və mühakimə olar. İhsan Fəridi dediyim kimi onun əqidəsindən asılı olmayaraq Təbrizdə mühakimə olur. Azərbaycanlı, türklük və onun üçün birbaşa məsuliyyəti əxlaqi cəhətdən bizim üzərimizə düşür. Və biz bunun edamına qarşıyıq, bu edamın qabağında dirənməyi, bu mücazatın qabağında dirənməyi özümüzə borc bilirik. Bu əxlaqi baxışdan əlavə, yəni biz bir insanın, bir cavanın ölməyinə göz yuma bilmədiyimiz halda, saymaz qala bilmədiyimiz halda, bu bizim üçün siyasi cəhətdən də önəmlidir. Ona görə ki, inqilabın, yəni 57-ci il inqilabının təcrübəsi göstərir ki, siyasi qruplar əgər bir-birinin taleyinə, bir-birinin bastırılmasına, sərkub olmasına, tutuqlanmasına, edam olmasına sakit qalsalar, gələcəkdə
hamısı elə totaliter hakimiyyətlər, iqtidarçı hakimiyyətlər ayaqlayıb keçəcəklər. Yəni burada hamının ortaq bir taleyi vardır. Onun üçün də yəni biz hətta insanı düşünməsək də, əxlaqı düşünməsək də siyasi olaraq da bu məsələlərə təpki göstərməliyik. Bu ki deyilə bu adamın başqa fikirləri olubdur, başqa qruplara bağlıdır, ya bizim milliyyətdən də bəzən belə məvridlər də olur. Bunların göstərirlər ki, bu baxışları daşıyan adamlar siyasi düşünmürlər. Hər şeyin dünyada bir-birinə ilişkisi vardır. Özəlliklə bir ölkə içində siyasi məsələlərin hamısının bir-birinə bağlantısı vardır. Əgər biz Tumad Salehinin edam hökmünə etiraz edirik, ona görədir ki, əgər bir nəfəri bir şeir oxumaq üstündə edam edirlərsə, sabah bizləri də elə edəcəklər. Yəni mən bunu o əxlaqi məsələni qırağa qoymaqla deyirəm. Yoxsa ondan qabaq bizim əxlaqi vəzifəmizdir. İnsan olaraq vəzifəmizdir ki, bir nəfərin insan haqlarının tapdanmasına, bir nəfərə edam hökmünün verilməsinə etiraz edək. Onun qabağında dayanaq. Amma istəyirəm deyəm ki, hətta bu olmasa da, yəni biz bu məsələlərə göz yumsaq da ki, millətçi göz yuma bilməz. Hətta quru siyasi açıdan baxsaq da biz bu məsələlərə saymaz qala bilmərik. Çünki bu məsələlərin hamısı bizim ayağımızı tutur. Bu tumar yazmaq ya belə məsələlərlə bağlı fikri ortaya qoymağın nə təsiri var? Ya bu tumar hara yazılır? Niyə bu aşkarada qoyulur? Bunların önəmi haqqında deməliyəm ki, bugünkü dünyada siyasət mənalar üstündə, baxışlar üstündə, anlamlar üstündə mübarizədir. Anlamların dəyişməsi haqqında, onları təsbit etmək haqqında mübarizədir. Qədimdən də belə olubdur. Qədimdən də kamuoyu, əfqar ümumunun təsiri olubdur. Bütün zamanlarda. Bu günləri bu ictimai şəbəkələrin yarandığı zamanda, media dünyasında bu məsələ daha da önəmlidir. Əslində siyasət təkcə güc çatışması, qüdrət rəqabəti deyil. Əfqar ümumu ilə necə demək olar ki, uğraşmaqdır, necə mənalar yaratmaqdır, necə məfhumlar, anlamlar, qavramlar yaratmaqdır, necə haqdan təsvir yaratmaqdır. O zaman ki, sən bir dənə tumar yazırsan, danışıq aparsan, əslində siyasətin içindəsən. Sən əfqar ümumiyə form vermirsən, kamuoyunu şəkilləndirirsən və bu kamuoyudur ki, hakimiyyət dairələrində olanları təsirləndirir. Onlar çox yaxşı bilirlər kamuoyu nə mənədir, əfqar ümumi nə mənədir və təbiətən onların rəftarlarında təsirlər olur. Keçmişdə də biz bunu görmüşük. Bunu dönə-dönə görmüşük ki, o zaman ki əfqar ümumi cəmiyyətin baxışı bir məsirdə olur, bir yöndə olur, bir şeyə qarşı olur, ya bir şeyin tərəfdarı olur. Hakimiyyət zaman sürəsində məcbur olur ona boyun əysin. Bəlkə bu normal baxışda anlaşılmıyor. Yəni sıradan insanlar belə düşünərlər ki, onlar ki çox siyasətin içindədirlər. Belə düşünərlər ki, bu hakimiyyət heç nəyi qəbul etməz və bildiyin eləyər. Məncə elə deyil. Hakimiyyətdə olan insanlar bacarıqlarından asılı olmayaraq siyasi məsələni çox yaxşı başa düşürlər. Onlar bilirlər ki, əfqar ümumi ilə qarşı-qarşıya gəlmək olmaz. Onun üçün də biz bu addımları təsirli bilirik. Kəsinliklə nəticəsi də olacaqdır. Həm ehsan məsələsi üçün, həm də sonraki məsələlər üçün, yəni Azərbaycan Milli Hərəkatı üçün. Bu tumarın kiməsə ya harasa verilməsi ilə bağlı deməliyəm. O yoldaşlar ki, ya o cəmiyyətlər ki, insan haqları ilə bağlı çalışırlar, belə məsələləri istədiyi yerlərə götürürlər dünyada. Ancaq ölkə içində rəsmi bir yerə müraciət təbii ki, yəni çox hallarda keçmiş təcrübələr göstərir ki, elə bir sonuca varmır və elə ehsanın məsələsi də göstərir. Açıq məhkəmə olmadan ehsanın müdafiə haqqı əfqar ümumunun qabağında olmadan bu hökmlər verilibdir, gedibdir, divana çatıbdır, orada təyin olub. Yəni rəsmi məsələlər gedilibdir. Bu məsir, bu yöndən ki, biz işləyirik indi,
və bir çox insanlar ehsanla bağlı işləyirlər, edamla bağlı işləyirlər. Bu qeyri-rəsmi yoldur və siyasətin daha doğrusu düz özəyidir. Bunun üçün yəni ola bilər də elə bu tumarı Ehsan ailəsi ya onun vəkilləri götürərlər, rəsmi orqanlara da apararlar. Ancaq Əfqanımı bir məsələdə hərəkət eləsə, bu fikirlər ictimai şəbəkələrdə yayılsa, elə təsmin tutan orqanlar və şəxslər də onları görəcəklər və öz fikirlərində ola bilər ki, dəyişikliklər də apararlar. Bir dənə də sualım bu idi ki, imzalayanlara əvaqibi olar ya olmaz? Bu əvaqibə görə olsa nə mən ola bilər? Çünki mənim özümə də bunu yollamışdılar bu imzalamaq üçün və istəmişdilər ki, o bir yoldaşlara ya fəallara da, öz rəbəmdə olan fəallara da deyəm. Və mən də əlbəttə dedim, çəkindilər bir xas illətlərə görə. Əgər əvaqibi olsa, bu cür petitionlara imza atmağın nə mən ola bilər bunun əvaqibi? Sağ olasınız. Belə işlərin xəzinəsi ilə bağlı bu ki, bir dənə tumar olur, ona bir nəfər imza vurmur. Əslində bunların gərək heç bir xəzinəsi olmuyor. Yəni toplumda insanların haqqı var baxışlarını deyərlər, bir məsələdən öz himayətlərini elan eləyərlər ya müxalifətlərini eləyərlər. Bunlar üçün gərək heç bir xəzinə olmuyor. Ancaq hakimiyyətlər, otoriter hakimiyyətlər ona görə ki, insanları qorxutsunlar, zaman-zaman belə şeylərə dözmürlər, belə hərəkətlərə tutuqlamalar olur təbiətən. Amma yəni haqq, ədalət insanların canı o qədər önəmlidir ki, əgər biz istəyirik gələcək nəslə düşünək, əgər biz istəyirik bir insan kimi yaşayaq, bunu bilməliyik ki, əgər bu günləri biz səsimizi çıxartmasaq, biz sakit olsaq, hansısa imtiyazdan göz yuma bilməsək, gələcək nəslin qabağında biz başı aşağı olacağıq. Və bunu belə tumarlara, belə işlərə girişənlər bilirlər ki, yəni belə deyil ki, məsələn, mən sakit qalacağam, mən göz yumacağam hər şeyə, ancaq başım dinc olacaqdır. Təcrübə görsəndir ki, bir çox adamlar ki, heç siyasi deyildilər, otoriter hərəkətlərin, qeyri-qanuni hərəkətlərin, insan haqlarının ayaqlanmasının kötəyini yeyiblər. Son illərdə canlarını itirən insanların bir çoxu siyasi adamlar deyildilər. Ya belə deyək ki, onların ata-anaları siyasi adamlar deyildilər. Yəni belə deyək ki, məsələn, bugünkü nəsl, bugünkü insanlar düşünəcəklər ki, biz qeyri-siyasi adamlarıq, öz baxışlarında bizim heç nəylə işimiz yoxdur, başımızı salırıq aşağı, yaşayırıq. Bizim uşaqlarımız da bizim kimi saymaz olacaqdır. Ola bilər o uşaqlar məsuliyyətli insanlar olar, o uşaqlar saymaz qalmayalar, o uşaqlar özlərin məsul insanlar bilərlər, bir sürə məsələlərə etiraz eləyərlər. Və o zamandır ki, bu insan haqlarının gözlənilməsi orada önəmin tapacaqdır. Və bugünkü sakit qalan insanlar görəcəklər ki, sakit qalmaq o deməkdir ki, başları həmişə dinc olacaqdır. Onun üçün insanlar bunun xəzinəsini də öz canlarına yaxırlar, o xalq arasında deyirlər piyin canlarına yaxırlar və belə şeylərdə çırmanırlar, xəzinəsində olsa da meydana gəlirlər. Yəni istəyirəm deyəm ki, insanlıq insana bu vəzifəni hökm eləyir ki, haqsızlığın qabağında, ədalətsizliyin qabağında üsyan eləsin, baş əyməsin. Amma üst-üstə elə İran cəza qanunlarında bu cür hərəkətlərin çox da xəzinəsi yoxdur. Yəni bu tumarlara minlər, 10 minlər insan qol çəkdiyi zaman nəhayətən hakimiyyət gələr 5-3 nəfər o adamlar ki, bu işi başladıblar, onları tutar və onlara hökm verir. Ümumiyyətcə
Yəni say çoxaldıqca bunun xəzinəsi də azalar.